təftiş adətən yuxarıdan aşağıya doğru yayılır. Çünki oyun qaydaları dəyişir. Hər kəs süni intellekti tətbiq edir, amma birlikdə yox. Və bu da böyük bir xəstəliyə, shadow ID deyilən kölgədə qalan süni intellekt effektinə gətirib çıxarır. Çünki əgər agentlər ölçülə bilən dəyər yaradırsa, funksional səviyyədə, bu artıq deməkdir ki, biz qurumların nizamnaməsi olsun, prosedurları olsun, onların artıq iş axınlarına sağlam şəkildə süni intellekt alətlərini tətbiq eləməyə başlamışıq. Əgər sizin şöbə və departamentdə uğur hekayəniz varsa, siz həmin uğur hekayəsini replikasiya edə bilərsiniz və təşkilatda həmin o KPI və OKR modellərində monitoring mexanizmi göstərərək sahibkar olsun, qurumun rəhbəri olsun, kontrol hissini verə bilərsiniz ki, sən bu situasiyanı kontrol edirsən. Çünki insan resursları liderləri qurumlarda elə bir unikal pozisiyadadılar ki, onlar bu qurumu hər üç səviyyədə detallı bilirlər. Niyə? Çünki strategiyanın yazılmasında da varsınız, qurumların, departament və şöbələrin KPI-larının formalaşdırılmasında da varsınız və nəhayət fərdi insanların KPI-larının formalaşmasında da varsınız. Üstə gəl, siz onları hiss edirsiniz. Çünki sizin onlarla şəxsi kontaktınız da var.